Göz hakkınızı da halal edin. Göz hakkı. Herkese Allah'ın salamı olsun. Bugün ben Türk mətbəxinə müracaat edəcəm. Yarpaq dönər pişirəcəm. Amma öz zövqümlə xahiş edirəm bunu nəzərə alın. Bunun üçün bizə lazımdır ət, soğan, ədviyalar. Suyu sıxılmış soğanı tökü ətin içinə. Zövqə görə ədviya əlavə edirəm. Yemek hazır olsun, kesək əsas xəbərə. Füzuləmi yeməklər möhtəşəmdir. Like eləyirəm ha. Sağ ol, sağ ol. İnşallah çanqanı da siz udarsınız. Çanqan? Ona şey bilir. Necə yəni? Bilmirsiniz? Yox. 1-31 dekabr tarixlərində oba marketlərindən cəmi 10 manatlıq alış-veriş et və dəyəri bir-birindən yüksək olan 98 hədiyyədən birini qazanmaq şansı əldə et. Hər gün 3 qalib seçiləcək. 1 nəfər 100 manat, 2 nəfər 50 manatlıq bonus qazanacaq. Hər həftə isə bir iştirakçıya iPhone 17 Pro hədiyyə olunur. Və ən böyük uduş finalda səni gözləyir. Bir ədəd Çanqan 205 avtomobili sənin ola bilər. Bismillah. Özlərimiz yaxşıdır. Ancaq bizim kebabın yerini vermir ha. Allah'tan arzum budur. Hər bir evdə ruzu bərəkət olsun. Göz haqqınızı da halal edin. Onu deyəmirəm ben. Göz haqqınızı da halal edin. Göz haqqı da öz yerində.